Afət Fərman qızı ilə. Ne zamansa Afət Fərman qızı ilə Vəfa Şərifova barışa bilər mi? Heç vaxt. Heç vaxt. Heç vaxt. Sürüm sürünsə də bağışlamayacağım. Və o cəzasını bir gün alacaq. Almazsa mən də vəfa deyiləm. Show biznesdə bəzi insanlar var ki, onlar heç kimə dost deyirlər. Bunu show biznesdə olan hamı bilir. Heç vaxt olmayacaqlar. Sadəcə olaraq bəzən o zincir tərpədilməsin deyə o da yaxşıdır, o da dostumuzdur. Bu sözləri çox insan istifadə edir. Və mən heç vaxt o adamlardan olmamışam. Ne olacaksa olacak. Sen bana düşmensənsə düşmənsən. Dostsansa dostsan. Lazım geldi zincir de terk ederim, açaram da bırakarım da. Ben bu adımı attığım için benim düşmənim çoxdur. Ve ben deyilən sözleri dedim de keç de. Hayır, elə değil. Siz her sözü deyin keçək. Neye göre? Bunu illərlə sen canlı aç, story çək, Instagramda paylaş, ad çəkərək, şəkil paylaşaraq, evladındır, yəni sən yarandı, anandı, məsələn yaradı da, mənim qəlbimdə o yaradı. Sən ona necə toxunarsan, sən mənim yaramı necə toxunarsan, dəfələrlə ona basarsan, tapdıyarsan, yəni insanın, nə bilim, insanlıqdan çıxmış insan eləyər də buna, bir insana yaraşmayan addımlar olmursa, yəni o necə bağışlayasan, mən ölümə onda hörmət qoymuram. Mən balama hörmət qoymuram, mən necə bağışlayayım? Danışırsınız, baxın yenidən eyni stresi mən yaşayıram. Siz dayandırmasanız bu mevzuna, axı davam edəcək. Zahir, bəs hamı elə eləyib ki, bu günlərin bu insan bu həddə gəlib çıxıb da, kim ağzını açıb, başlayıb onun yarasına toxunmağa, nə bilim mən abrına, həyasına, namusuna toxunmağa, hamı geri addım ata bu insan artıq hər addımı ata bilir. Neyini, hamımız dala çəkək ki, bu insan belədir. Afət Fərman qızı sənin namusuna mı toxunur? Əlbəttə, mənim adıma nələr danışır. Bir gün çıxır deyir ki, Moskvada nə bilim mən nəsə, mən bilmirəm, bunlar efirli söhbətlərdə deyil. Değerli izleyiciler, ATV kanalında Vefa Hanım'ın yine de ATV kanalına güzel bir reyting verdi. Tabii ki bu reyting az kazandırmır ATV kanalına. Yaxşı ki Afət xanım var imiş ki, bu bazı kanallar görəsən neynə reyting toplayıb, neynə o reytingdən kazanardı. Mən bu qazancda deyil mənim məsələm, fikrim. Əsas nə demək istəyirəm? Afət Fərman qızı o günlərdə danışır ki, mən Vəfa xanımın toy Rusiyaya gələ bilmir, toy bazarını bağlamışam. Neye göre? Çünkü ben ona sual veririm ki, siz eğer Vəfa xanımı toya çağırırsınızsa, bu belə xanımdır, siz onu niye toya çağırırsınız? Ve onunla da ben onun toyunu bağlayıram. Mən tamaşaçı olarak bir söz demək istəyirəm Afət Fərman qızına. Afət Fərman qızı, sizin sözünüzlə eğer toy sahibləri Vəfa xanımı çağırmırsa, onda o adamlara benim sualım var. Değerli güzel insanlar, bu kadar Afət xanımın sözüyle oturup durarsınızsa, ve siz Afət xanıma niye sual vermediniz ki, siz zamanında Flora xanıma, mən üzr istesem, Flora xanımdan Afət Fərman qızı yox, itin qızı olaram. Siz niye bu dünyadan, dünyasını değişmiş, müqəddəs sayılan atanıza it adını yaraşdırdınız ve yeniden onun üstünden gelip siz Flora xanımdan sürüne üzr istediniz. Ağlıyordunuz az qala televizyada. Bunu tamaşaçı olarak biz gördük. Bəs bu adamlar size bu sualı niye vermiş ki, niye ölüze siz kıymet koymuşsunuz Afət Fərman qızı? Bunu koyduk bir kenara. Hayat yoldaşım, erim dediğiniz o adamı bütün Azerbaycan, Rusya boyu biabr elədi televizyada. Alfons, arkalarını demirəm, hamımını eşidib, her üzün bütün qohum arabasını, onun qohumlarını çağırdınız ki, gelin bu adamı aparın, elinde balta, benim pulumu yiyir, neler day, bir kadının erini bu kadar alçaltmaz, siz erinizi alçalttınız. Erim dediğiniz adamı. Ve siz toy sahipleri Afət Fərman qızının
bu davranışına heç özünüze yaraşdırırsınız ki, bugün mənim də qızım, mənim də oğlum Afət Fərman qızından nə nümunə götürəcək? Bugün ərini yerdən yerə vurub, alçaldıb, təhqir edib, yenidən heç nə olmamış kimi ərim deyib, bu həyatı özünə yaraşdıran bir xanımdan siz necə toylarınıza çağırırsınız? Mənim çox maraqlıdır. Cəmaatın yadından belə tez çıxıb sizin danışdığınız sözlər, elədiyiniz hərəkət? Nələr danışdınız ərinizin haqqında, həyat yoldaşınızın haqqında? Vəfa xanım hələ bugünkü günə qədər ərinin haqqında bir dənə yanlış artıq söz danışmayıb. Bax, hörmət həyat yoldaşına belə olar. Siz nəyizə güvənərək bu qədər həyat yoldaşınızı alçaldıb, təhqir elədiniz, ağzınıza gələn sözlər dediniz. İndi yenidən barışmışsınız, ərim deyirsiniz. Və toy sahibləri atasına ite oxşadıb, adına it deyən, ərini yerdən yerə vurub təhqir eləyən bir xanıma niyə toyuna çağırmalıdır? Mənə də maraqlıdır. Mən də üzümü tutub həmin toy sahiblərinə deyirəm, siz hansı məziyyətlərinə görə Afət Fərman qızını toya çağırırsınız? Ərini bu qədər alçaldan, atasına hörmət qoymayıb, onun iti adına yaraşdırıb, sonra gedib başqasından üzr istəyən, müğənnidən üzr istəyib və o atasına o təhqiri yaraşdıran insandan necə toyuza dəvət edirsiniz? Çox maraqlıdır. Madem insanların bu qədər yaddaşı xarabdırsa, onda mən yadlarına salım. Afət Fərman qızı. Bilmirəm, Vəfa tərəfdən nə yanığın varsa, o səni elə yandırır ki, gecə gündüz yanırsan, amma tüslüyü görən yoxdur. Etmə, yazıqsan, etmə. Vəfa xanım, bu həyatda yaşamağa, ailəsini, uşaqlarını bir yerə çıxartmaq, ona əziz olan insanların yanında olub, onlara dəstək olmaq üçün çalışır. Sən nə üçün yaşayırsan, siz nə üçün yaşayırsınız? Afət Fərman qızı, mənə çox maraqlıdır. Siz kimlərə dəstək olursunuz? Mən bir şey deyim, özünüzə çəki düzən verin, tamaşaçı olaraq danışıram. Bir ağzınızdan çıxartdığınız o sözləri özünüzə yaraşdırmayın. Xanım olmağa çalışın. Xanımlıq bir qadına məxsusdur, amma o xanımlığı sizdə görmürəm. Çünki xanım ağzına əxlaqsız, pis sözlər də yaraşdırmaz. O qədər pis danışırsınız ki, sizi toya dəvət edən insanlara çox merak edirəm ki, bu cür çirkin sözlər ağzından çıxan rahat insanın üzünə necə baxırlar? Necə danışırlar? Necə sizinlə belə toylarına dəvət edirlər Afət Fərman qızı? Mənə çox maraqlıdır. Bu qədər çirkabla, çirkin içində danışan insanı niyə mən dəvət eləmirəm şəxsən Fərman qızı sizi? Çünki başqasının işinə burnunu soxan, başqalarının ölüsünə dil uzadan, başqalarının uşaqlarına, məsum uşaqlarına toxunan, onun ailəsinə müdaxilə edib, onun ailəsinə heç nədən sataşan və onun ruhsuna, ən böyük ruhsuna əl uzadıb çörəyini geri alan insandan mən heç vaxt nəinki toyma, Allahın salamını vermirəm sizə. Siz Allahın qəzəbinə gələcəksiniz, amma qorxun ki, Allahın qəzəbinə Vəfa səbirlidir. Amma Allah sizi bir dəfə elə varar ki, əbədilik yer üzdən qalxa bilməzsiniz. İnanın, qalxa bilməzsiniz. Mən bunu bilirsiniz sizə niyə deyirəm? İllərdir həyatımda yaşadığım o insanlar sizi kimi fironluq elədi. At oynatdılar. Axırda Allahın qəzəbinə elə gəldilər ki, gecə gündüz əllərini açıb Allaha yalvarırdı. Ya Allah, biz nə eləmişik? Elədiyin eləmişsən. Özü də bilir nə eləyib. Amma yenə də üzünün utanmır ki, deyir mən nə eləmişəm. Siz ondan olmayın, yazıqsınız. Yazıqsınız Afət Fərman qızı. Bu dünyada şahlara, sultanlara qalmayan bu dünya sizə də, mənə də, Vəfaya da qalmayacaq. Amma hər kəsənin ədəbinə görə bu dünyada insana hörmət qoyulur. Dünya qədər pul qazan. Nə olacaqsan, hara aparacaqsan? Bu dünyada qoyub gedəcəksən. Sən qazanacaqsan. Sənin oğlun yiyəcək. Yaxşı da eləyəcək. Çünki ananın, atanın, malının pulu evlatlarına qalacaq. Amma başqalarının da evlatlarının çörəyinə, ruhsuna,
mani olma. Olma ki Allah seni bir defa çok ağır sınağa çeker. Seni ömrü boyu öz başkalarının halını koyarsan bir kenara, öz halva ağlayarsın. Ama yine de deyirəm, Afət Fərman qızı, özüvə çeki düzen ver. Bilmirəm başkalarını, ama sizin öhdənizdən vəfa gələcək. Bir de göydəki Allah. Çıxıb da, kim ağzını açıb, başqa bunun yarasına toxunmağa, nə bilim mən abrına, həyasına, namusuna toxunmağa, hamı geri adım ata bu insan artıq hər addımı ata bilir. Neyini, hamımız dala çəkək ki, bu insan belədir. Afət Fərman qızı sənin namusuna mı toxunur? Əlbəttə mənim adıma nələr danışır.